Qız var hicab bağlayır, sadəcə hicab bağlayır. Amma qız da var hicabı sevir. O bundan üstündür. Niyə görə? Çünki o heç vaxt hicabını açmaz. Sevir axı. Amma bir də var ki, hicab bağlayıb, o səhər aça bilər. Niyə görə? Çünki onda sevgi yoxdur. Sevgi yoxdur. Ya cəndərdi bağlayıb, ya məcburi bağlayıb, ya nəyəsə görə bağlayıb, moda görə bağlayıb, dəbə görə bağlayıb, əfsuslar olsun ki, o da var. Amma bir də var ki, hicabın mahiyyətin başa düşüb, sevib bağlayır. Namazın mahiyyətin başa düşüb, sevib qılır, sevə-sevə qılır. Orucu sevə-sevə tutur. Bir adam orucu sevə-sevə tutursa, o fərq eləyir o adamdan ki, fikri qalıb iftarın yanında. Dinə tutur, can dərdi tutur. Ay görün, məsələn, nətər olar? Gedir, hey, həkimə yoxlatdırır özün ki, bəlkə həkim buna şad xəbər deyə səhərdən tutmaya və şad xəbər də deyəndə buna xoş gəlir. Amma adam da var ki, deyir, həkim, sən nə dedin? Məni bir xeyirdən məhrum elədin. Mən oruç tutacaqdım, savab qazanacaqdım, vay. Təəssüflənir, ona görə narahat olur. Adam da var ki, həkim ona o xəbəri deyəndə ki, sənə oruc olmaz, sevinir. Nə yaxşı, vay. Elə mən bunu gözləyirdim. Adam da var ki, narahat olur. Bax, məsələ budur. Ona görə Quran-ı Kərim buyurur, fəstəbiqul xeyrat. Azanda nə deyir? Həyyə aləs-salah, namaza tələs. Demir, namazı qıl, deyir, namaza tələs. Həyyə alə xeyril əməl, tələs. Fəfirru ilallah. Quran-ı Kərim demir ki, gedin Allaha sarı. Deyir, qaçın Allaha sarı. Getmək başqa, qaçmaq başqa. Gərək xeyirci işlərdə qaçasan. O da eşqi olanlara aiddir. Ona həvəsi olub sevənlərə aiddir. Onlar bu işi görər, qaçar, tələsər. Amma başqa, onlar görsənir ki, nə qədər safdılar, nə qədər xeyirli işə təşnədilər. Allah Teala inşallah bizi bu cür xeyirli işlər görənlərdən qərar versin. Allah Teala Həzrəti Əli əleyhissalamın buyurduğu o xeyr ki var, elmin çoxluğu, səbrin çoxluğu, ibadətlə ki insan o qədər çox ola, ibadətlə fərəhlənə və yaxşılıq eləyəndə şükr eləyə, günah eləyəndə də neyniyə? Bağışlanmaq diliyə. Çünki bu bunlara aiddir. Günah eləmirsən, eybi yox, tövbə Allah qoyub. Və yaxşı işlərə də tələs, yarış, bu zaman sən xeyrə çatacaqsan. Allah Teala bizi Muhammed ali Muhammeddən ayrı salmasın. Allah Teala günahlarımızı, xətalarımızı öz geniş rəhməti ilə əfv eləsin. İbadətlərimizi, itaətlərimizi, dualarımızı bizdən iltiması dua eləyənlərin hamının duaları ilə bahəm bütün mömin və möminələrin dualarını qəbul eləsin.